Herkese selamlar, yeni videomuza hoş geldiniz. Bugünkü videomuzda Lepiste sotum yoksa rafya mı istifadə etməliyik sualının cevabını verəcəm. Başlıca rafya nədir onu bilməliyik. Rafya hədiyyə paketlərini bağlamaq üçün istifadə olunan plasmas bir ipdir. Boyalar ilə rənglendirilir və hədiyyə paketlərini bağlamaq üçün istifadə olunur. Zamanla hobbicilər bu iplərin akvaryumda istifadə olunabiləcəyini kəşf ediblər və akvaryumlarda istifadə etməyə başlayıblar. Beləliklə canlı doğuran balları bunların arasına gizlənir və itkilər minimum səviyyəyə enir. Belə baxıldığında super bir şey kimi görünür, lakin tək müsbət cəhəti işıq tələb etməməlidir. Başqa da heç bir müsbət cəhəti yoxdur. Zamanla akvaryumumuzda salınım eləyə bilir, rənglərini akvaryumumuza buraxa bilir, kirlənir, vaxtı ilə çıxardılıb təmizlənməlidir. Qısaca təbii bir vasitə deyil. Biz nə deyirik? Akvaryumlarımız olabildiyincə təbiətə bənzər dizayn etməliyik. Və rafyada qətiyyən təbiətə bənzəmir, təbiət olduqca zidd bir vasitədir. Rafya yerinə istifadə edə biləcəyiniz bir çox təbii bitki var. Əsasən də bu 3 bitki istifadə olunur. Tilçi quyruğu, elodea və lepiste sotu. Bu 3 bitkidə coyuq tələb eləmir, zəif orta işıqlarda asanlıqla böyüyür və sürətlə inkişaf eləyir. Topa halına gətirib suyun üzünə buraxıldığında da yenə də inkişaf eləməyə davam edir. Yəni torpaqdır, soildir, bu kimi ləvazimatlara ehtiyacı olmur. Yəni qum olmayan akvaryumlarda belə asanlıqla böyüyə bilir. Tilki quyruğu və elodea haqqında bundan qabaqçı videomuzda məlumatlar vermişəm. Lepiste sotunun da qulluğu eyni tilki quyruğu və elodea ilə eynidir. Su aralığı və sərdə tilki quyruğu ilə tamamən bənzərdir. Bundan qabaqçı videomuzu açıqlama qismində və yorum qismində tapa bilərsiniz. Onu da izləsəniz çox gözəl olar, faydalı bir videodur. Bu bitkilər sıx olduğu üçün balılar aralarına asanlıqla gizlənə bilir. Lakin bundan yanaşı çox daha önəmli faydalar da var. Bunlardan biri akvaryumdakı nitriti, nitratı istifadə edib akvaryumumuzun suyunu təmizləməsidir. İkincisi, akvaryumda təbii bir görüntü yaradır. Stresə girən, doğuma hazırlaşan balıqlar bitkilərin arasına girib digər balıqlardan uzaqda rahatlıqla doğumlarını həyata keçirdə bilirlər. Yenə balıqlar aralarına gizlənir, digər balıqların onları tutub yeməkləri qeyri-mümkün hala gəlir. Bu bitkilər akvaryumlarımızda o qədər sürətlə maddələri, o qədər sürətlə digər artıqları istifadə edirlər ki, akvaryumda yosunlanmaya da imkan vermirlər. Yəni bitkilər rafyanı qarşılaşdırdığımızda açıq ara bitkilər qazanır. Bir şey ki, akvaryumumuzdakı zəhərli maddələri əmib balıqlarımızı təmiz suda yaşamasını təmin edir. Bir digər yanda rafya zamanla akvaryumumuzda çürüyür, akvaryumumuzu kirlədir, balıqları zəhərləyə bilir. Seçimimizi bitkilərdən yana istifadə edib balıqlara təbii bir mühit versək çox daha gözəl olar. Videomu izlədiyiniz üçün təşəkkürlər. Gələcək videoda görüşmək ümidi ilə.